Allaha xidmət eləmək əvəzinə özlərinə xidmət edirlər. Konfutsi bir məmuru təsvir edir. Deyir, o, hərdən hesabat vermək üçün knyazın evinə gedərdi. Hesabatı knyazın evində verərdi. Və heç zaman bu avantajdan öz xahişlərini yerinə yetirmək üçün istifadə eləmədi. Heç zaman. İndi sən bir məmurla şəkil çəkdirginən, həmən qohumların bəziləri yaxınlaşacaq ki, bizim uşaq üçün gör neyniyə bilirsən. Vurdut bir şəkil çəkdirmirsən. Təfəkkür elədir. Görün, necə yararlanmaq olar bu əlaqədən. Xidmət təfəkkürüdür. Və Allaha inam da deyil. Elə bilirlər ki, o adam verəcək buna bu neməti. Alışmamışıq, o tərbiyədə deyilik, o müdriklükdə deyilik ki, bizə hər şeyi verən Allahdır, hər şeyi alan da Allahdır. Bu fəlsəfədə bərqərar deyilik. Bu yaxınlarda bir nəfərlə rastlaşdım. Nə vaxtsa mənim hansısa bir işimə əngəl qoymuşdu. Nəysə məni gördü, dedi ki, bağışda mən sənə əngəl qoymaq istəmirdim. Mənlik deyil bu, falan beşməkan. Və tez sakitləşdirməyə çalışdım ki, narahat olma. Allah mənə bir şey verəcəksə, sən onun qarşısında duracaq əngəl deyilsin. Narahat olma, mən sənə qızmamışam, heç belə halında da yoxsun. Və Allah mənə bir şey verməyəcəksə, sənin kimilərdən bir ordu da düzəlsə onu mənə verəməz. Özünü də böyütmə ki, sən nəsə elədin. O şey mənə veriləsi olsaydı, sən heç vaxt ona əngəl ola bilməzdin. Bu fəlsəfə xoşbaxtlıq fəlsəfəsidir, Allaha bağlı olan fəlsəfə. Ona görə Allah deyir, ən böyük zaval Allaha şərik qoşmaqdır. Biz hər addımda şərik qoşuruq az qala. Bu xalqı çox tərbiyələndirmək lazım. Xalq çox adambazdır. Birisi bir vəzifəyə gedir, ay, nə qədər bunun qohumlarıdırsa bunu. Öpürlər bunu, sağdan, soldan. Hamı buna sevgisini ifadə eləməyə çalışır. Hamı çatdırmağa çalışır ki, biz səni çox sevirik. O da içərdən bilir ki, hamısı bundan desə istəyirlər, hamısı ona görədir. Bu şirinlikdə bal olmaz. Bu, sadəcə olaraq Allaha şərik qoşma vərdişinin tərkib hissəsidir.